Hamıya salam. Bu gün sizi mənimlə birlikdə Şəki turuna aparıram. İndidən deyim ki, bu mənim ilk vloqumdur və bu balaca oğlanla Şəki turuna çıxdığım səyahətdən danışacağam. Bəzən bir yer haqqında çox danışmağa ehtiyac olmur. Sadəcə küçələrində gəzmək, ətrafa baxmaq və həmin ab-havanı hiss etmək kifayətdir. Şəkiyə gəldiyimizdə ilk getdiyimiz yer Şəki yaylası oldu. Sizə nə yalan deyim, uşaqla olduğum üçün çox da əylənə bilmədim orada. Amma burada ən çox xoşuma gələn şeylərdən biri də şəhərin təbiətlə iç-içə olması idi. Bir tərəfdən qədim tikililər, digər tərəfdən isə yaşıllıq və dağ mənzərəsi insanı özünə valeh edirdi. Şəkinin qədim həyətlərinə və tarixi binalarına baxdıqca insan istər-istəməz düşünür ki, görəsən illər əvvəl burada yaşayış necə olub? Bu səfər sizə çoxlu videolar çəkə bilməsəm də, gözəl anları şəkillərdə saxlamaq istədim.